Salam, bəs nə insanlar ölümdən qorxurlar? Aleyküm salam. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir neçə gözəl hədis var. Birində deyir ki, günahın asan gəldiyi bədənə ölüm çətin gələr. İkinci, bir nəfər yenə həmin sualı verdi. Dedi, ya Resulallah, niyə insanlar ölümdən qorxurlar? Dedi, çünki insanlar dünyalarını abad, ahirətlərini xaraba qoydular. Heç kim istəməz abad yerdən xaraba yerə köçsün. Və onunla bərabər də insan adi görsün, dünya həyatında özünə ev tikir. Yəni bu insanın yaşayışı üçün zəruri olan bir işdir və heç bir qadağası da yoxdur, bəyənilən bir işdir ki, insan öz güzəranını yaxşılaşdırsın. Amma həmin o evi tikəndə görün nə qədər dəqiq ölçü götürürük. Hər cürə diagonal veririk, belə loril desək, ürvindən çıxardırıq, hər şey düz olsun. Bir balaca əyrilik oldu, insan fikir edir ki, mən burada yaşaya bilmərəm. Gör nə qədər dəqiq ölçü götürürük. Həmin o ölçünün milyonda birini insan ahirət həyatı üçün götürərsə, insanın ölümdən heç bir qorxusu olmaz. Ölüm də əslində, yoxluq anlamında deyil. Ölüm körpü rolunu oynayır, bir həyatın sonu digər həyatın başlanğıcıdır. Sadəcə insan, bu halda şəkil dəyişir.